Herkese salam. Bu videomda dərin transformasiya üçün lazımlı şuur texnikalarını sizinlə bölüşəcəm. Ümid edirəm yararlı olar, çünki həqiqətən bizim buna ehtiyacımız var. Öz daxili potensialımızı kəşf eləmək üçün, öz gücümüzü anlamaq üçün və şuur səviyyəmizi yüksəltmək üçün bu addımları atmalıyıq. Ona görə gəlin başlayaq. Bu arada bəyənməyi və abunə olmağı unutmayın. Təşəkkür edirəm. İlk texnikamızın adı kvant müşahidəçisi. Kvant nəzəriyyəsi ümumiyyətlə fizikada çox səs gətirən, eyni zamanda çox maraqlı bir mövzudur. Sənin bir maddəyə yönəlmiş diqqətin nəticəni dəyişə bilər. O maddəni dəyişə bilər. Yəni müşahidəçi nəticəni əslində dəyişə bilər. Kvant müşahidəsi bundan ibarətdir. Bəs bunu necə tətbiq eləyək? Bir maddə götürürük. Bu kristal ola bilər, şam ola bilər, bitki ola bilər. Fərq yoxdur. Götürdük. O maddəni 3 dəqiqə müşahidə edirik. 3 dəqiqə müşahidə elədikdən sonra deyirik ki, mənə gizli enerjini göstər. Daha sonra onda yaranan dəyişiklikləri hiss etməyə çalışırıq. Həqiqətən nə kimi bir fərqlilik baş verir? Bunu məşq elətdirərək siz öz müşahidənizlə nəticələri dəyişməyi öyrənəcəksiniz. Şuurunuzu məşq elətdirəcəksiniz bir sözlə. Bu sizə çox mənasız gələ bilər, amma bunu məşq elətdirəndən sonra, daha sonra insanlar üzərində istifadə eləməyə başlayacaqsınız. Onu da görəcəksiniz ki, əslində heç o qədər də mənasız bir texnika deyilikmiş. Bu belə. İkinci texnikamız zamanın qatlanması. İndi, keçmiş və gələcək eyni yerdə mövcuddur. Ona görə biz şuurumuzda zaman kodunu təkrardan yazmalıyıq. Bunu necə eləyək? Sizə ağrı verən bir xatirəni düşünün. Gözlərinizi bağlayırsınız. Sizə ağrı verən bir xatirəni, bir travmanı fikirləşin. Onu fikirləşəndən sonra çöldən bir müşahidəçi kimi həmən o travmaya baxın və oradan işığınızı çəkin öz ürəyinizə doğru. Dilinizlə də deyə bilərsiniz ki, mən buradan öz enerjimi, öz işığımı çəkirəm indiyə. Və gözlərinizi açırsınız. Bu çox etkili bir üsuldur. Hətta psixologiyada belə bir terapiya üsulu var. MDR terapiya deyilir. Mən bunu etdirmişdim. Ümumiyyətlə sizə ağrı verən bir travmanı nə qədər çox fikirləşsəz, o qədər adiləşir və o qədər sizə ağrı vermir. MDR-da da belə qəribə bir aparatdır. İşıq A nöqtəsindən B nöqtəsinə gedir, gəlir, gedir, gəlir. Və sən ona baxaraq həmən travmatik keçmişdə yaşanan hadisəni fikirləşirsən, hər dəfə fikirləşirsən. Birinci dəfə fikirləşən ola bilsin, ağlayasan, pis olasan. 2-də də eyni şey ola bilər, 3-də də eyni şey ola bilər. Amma davam etdikcə görəcəksən ki, adiləşir bu. Çox adi bir hal alır. Bunu daha güclü etmək üçün də dediyim kimi gözlərinizi bağlayın, həmən travmatik vəziyyəti fikirləşin, dalbadal fikirləşdikcə oradan öz enerjinizi çəkib alın. Hətta belə çox gözəl bir üsul da deyərdim ki, həmən momenti qara ağ etməyə çalışın. Rəngli idisə əvvəl artıq qara ağ olmağa başlasın. Enerjinizi siz o momentdən çəkəndə, o xatirədən, o pis xatirədən geri çəkəndə çalışın xatirəniz qara ağ olmağa başlasın. O köhnə kinolar olur, televizorda qara ağ və o şəkildə etməyə çalışın. Bu da çox etkili bir üsuldur. İstifadə edirəm, sizə də tövsiyə edirəm. 3. Qeyri-ikili dinləmə. Bu nə deməkdir? Musiqi ilə, ətrafdakı səslərlə vahid olmaqdır, bir olmaqdır. Bunu YouTube'da da məsələn təbiət səsləri açıb qulaq asa bilərsiniz. Mən bunu çox vaxt edirəm. Meditasiya musiqalar ola bilər. Və ya həqiqətən gedirik rayona məsələn. Oturun bir ağacın altında, gözlərinizi bağlayın və ətrafdan gələn səslərə diqqətlə qulaq asın. Ta ki siz o səslə bir olursunuz. Səs artıq çöldən yox, sizin içinizdən gəlməyə başlayır. Bu şuur səviyyəsinə gəldikdə həqiqətən şuurunuz, frekansınız yüksələcək. Səslə bir olmağa çalışın və səsin, musiqinin bu sübut olunmuş bir şeydir. DNT-də xoş təəssürat bağışladığı bilinir. Musiqi ruhun qidasıdır sözü boş yerə deyilməyib. Osmanlı dövründə də ruhani xəstələrə müalicə olaraq xoş frekansda musiqilər qulaq asdırırlarmış. Hal-hazırda da əslində bir çoxumuzun depressiyada olmasının səbəbi
aşağı frekanslı musiqilərdir. Hal-hazırda mollarda, taksilərdə çalan mahnıların çoxusu aşağı frekanslı musiqilərdir. İnsanın frekansı ilə uyumlanmadığı üçün biz avtomatik olaraq anksiyete hiss edirik, nevroz hiss edirik, tələsirik sanki bir şeylərə. Mollarda çox vaxt belə musiqilər qoyurlar ki, insanlar tələsin, alsın, bir şeylər alsın. Consumerism deyirlər buna. Tüketim hastalığı. Bu tip musiqilər, bu tip frekansdakı musiqilər sizi xoşbəxtlikdən, uğurdan daha çox depressiyaya, daha aşağı, negativ frekanslara çəkir. Ona görə dinlədiyiniz musiqilərə diqqət edin, dinlədiyiniz səslərə diqqət edin. 4 isə əcdad azadlığı. Bu nə deməkdir? Əcdadlarımızdan yalnız bizə fiziki DNT ötürülmür. Eyni zamanda biz onların emosional vəziyyətlərini də çəkib alırıq. Onların qorxularını, onların yaxşı xüsusiyyətlərini də götürürük. Onların emosional vəziyyətlərini, travmalarını, hamısını biz belə qubqa kimi, süngər kimi çəkib alırıq. Və biz bunları fərqində olub qırmalıyıq ki, bizdən sonraki nəslə bu keçməsin. Bu asan bir proses deyil. Açığı mən illərlə bu iş üzrə işləmişəm, meditasiyalar eləmişəm, Theta Healingdən məşğul olmuşam. Amma mənə ən çox köməyi olan məsələ əcdadlarımdan mənə gələn xüsusiyyətləri qəbullanmışam və sevməyə çalışmışam. Eyni zamanda da afirmasiyalardan istifadə edirəm. Necə bir afirmasiya istifadə edə bilərsiniz? Mənə aid olmayan bütün ağrıları buraxıram. Əcdadlarımı azad buraxıram. Azad olun. Ruhunuzu rəhmətlə anıram. DNT-mi təmizləyirəm. Soy ağacımdan mənə ötürülən, mənə aid olmayan bütün negativ bağları qırıram. Və gözlərinizi bağlayın, elə özünüzü xəyal edin ki, elə təsəvvürünüzdə canlandırın ki, əcdadlarınızla aranızda qızıl rəngdə belə iplər var və onlar yanıb tökülür və siz azad olursunuz. O qızıl kordonlar hamısı yanır, tökülür və ya qayçı ilə də kəsə bilərsiniz. İstəyirsiniz balta ilə kəsin, ürəyiniz necə istəyir. Bu sizin təsəvvürünüzdə olan bir şeydir. Əsas odur, o negativ bağları kəsdiyinizi vizual olaraq gözünüzün qabağında canlandırın ki, sizdən geçsinlər. Bu niyə vacibdir? Çünki bəzən biz özümüzə aid olmayan ağrıları, travmaları daşıyırıq. Bir çox qadında olur, məsələn, özündən asılı olmadan evlilikdən qorxur. Kişilərə qarşı aqressivdir, amma həyatında əslində bunu tetikləyəcək bir şey yaşanmayıb. Bu sənin anavın, nənəvin, böyük nənəvin bir qorxusu ola bilər. Bir travmasından yaranmış bir emosiya ola bilər. Bunlar səndə təzahür etməsin deyə bu tip bir çalışma etməliyik. 5. Paradoks təcrübəsi. Bu nədir? Qeyri-ikililiklər həmişə bir yerdə mövcud olur. İşıq, qaranlıq, yaxşı, pis, gözəl, çirkin. Bunlar həmişə əslində bir yerdə var olur və bu ziddiyyətlərə müqavimət göstərmək sizi aşağı çəkir. Ona görə çalışın məsələlərə, bəzi düşüncələrə və inanclara bir vəkil kimi yanaşın. Məsələn, biri deyir ki, bu qələm var və biri deyir ki, bu qələm yoxdur. Və siz vəkilsiz. Sizi təyin edirlər ki, qələm var deyənin vəkili olacaqsınız. Və siz o qələmin olduğuna hər kəsi inandırmalısınız. Bunu özünüzdə müşahidə edin. Görün, həqiqətən sizdə insanları bu qələmin varlığına inandıracaq güc varmı? Siz həqiqətən vəkil kimi bu fikri müdafiə edə bilirsiniz. Elədiniz, əla, indi keçin digər tərəfə. İndi qələmin olmadığını sübut eləməyə çalışın. Bu sadəcə bir misaldır. Yüksək həqiqətlər həmişə qeyri-ikili olur. Biri sizə deyəcək ki, dinlər mövcuddur, biri deyəcək, din deyə bir şey yoxdur. Sən qatı dindarsansa, o din yoxdur deyənə qatı şəkildə müqavimət göstərəcəksən və onun baxış açısını heç cür anlamayacaqsan. Və ya tam tərsi, sən o dindar insana o qədər müqavimət göstərəcəksən ki, onun baxış açısını anlaya bilməyəcəksən. Və sən bu dediyim vəkil misalı var, sən orada vəkil, yaxşı vəkil ola bilmirsən. Bu səni aşağı çəkir. Bir fikirdən tutub yapışmaq daim səni aşağı çəkəcək. Ona görə çalış, ziddiyyətləri ikili şəkildə gör və qəbul etməyə çalış. Əgər bu varsa, bu da var. Əgər işıq varsa, qaranlıq da var. Əgər sən varsansa, sənin tam ziddin bir insan da var. Ona görə çalışın, bunları çox da problem eləməyin və anlamağa çalışın. Görün, onun fikri necədir, o necə düşünə bilir bunu. O bu fikrə hardan gəlib? Öz şəxsi inkişafımla əlaqəli belə bir cümlə istifadə edirəm ki, həmişə mən sonsuz dərəcədə güclü, amma eyni zamanda
kosmosda çox əhəmiyyətsiz bir şəxsiyyət. Çox əhəmiyyətsizəm. Amma eyni zamanda sonsuz dərəcədə də güclüyəm. Burada əslində paradoks var. Bu dediyim ziddiyyətlər. İkisini də qəbul edirəm olduğu kimi. Çünki ikisi də doğrudur. İkisi də doğrudur. İkisi çox zidd fikirlərdir, amma ikisi də doğrudur və bu mümkündür. İki şey, iki zidd şey eyni anda doğru ola bilər. Sırf bir şey sizin düşüncə tərzinizə, inanclarınıza qarşıdır deyə o demək deyil ki, o mütləq surətdə səhvdir. Bu belə. 6. Lütuf haqqı. Bu nə deməkdir? Siz adınız deyilsiniz, statusunuz deyilsiniz, hekayəniz deyilsiniz, işiniz deyilsiniz. Siz bunları müşahidə edən, bunları təcrübə edən şuursuz. Həyatınızda baş verən hər şeyi təcrübə edən sizin şuurunuzdur. Yəni sən oxuduğun universitetə aid deyilsən, işlədiyin şirkətə aid deyilsən, sən adıva belə, ailəvə belə aid deyilsən. Bu sadəcə sənin şuurundur, bunu təcrübə edir. Bunu birincisi qavra. Özünüzü formanızın ətrafında böyük bir məkan kimi hiss eləyin. Bədən sizin zindanınız deyil. Bu kimlik sizin zindanınız deyil. Bunu bir oyun kimi fikirləşin. Ona görə negativ bir düşüncə gələndə sükutlu bir şəkildə təkrarla ki, bu mənə aid deyil. Mən bu deyiləm. Səhər durdunuz, yataqda uzanmısınız. Bədəninizi bir başdan ayağa skan edin, düşüncələrinizi skan edin. Səhər duran kimi nə fikirləşirsiniz, nə gəlir ağlınıza? Şuurunuz sizə nə demək istəyir? Bunu bir müşahidə eləməyə çalışın. Biraz baxın özünüzə, öz içinizə baxmağa çalışın. Həmişə fikrimiz şöyle yayınır, amma heç vaxt özümüzə baxmırıq. 7. Kozmik yumoru anlamağa çalışın. Kozmik yumor çox humorist bir cümlədir. Bu necə bir şeydir? Aydınlanmaq, məncə düşünürəm ki, evrenin ilahi bir komediya olduğunu başa düşməkdir. Yəni, əgər hər şeyi çox ciddiyə alırsınızsa, əgər bir şey sizi çox məyus edirsə, otur bir fikirləş ki, 10 il sonra mən bu məsələni xatırlayacağam. 20 il sonra bəlkə də bu məsələyə mən oturub güləcəm. Çox gülünc bir vəziyyət halına gələcək bu. İndi ağladığım insanları 5 il sonra xatırlayacağam. Bu sual həqiqətən bir çox problemi mənim yerlə yeksan edib. Və çalışın həyatınızdakı ağrılı proseslərə yumor qatın, biraz absürdlük qatın. Ağlayırsınız, durun rəqs edin. Bilirəm, insan məyus olanda, ağlamağı gələndə o naşniki taxanda lap da belə ağlamalı mahnılara qulaq asmaq istəyirsən. Röya deyin ona açmağın gəlir. Amma yox, mən nə vaxt pis oluram, açıram naşniki, qoyuram vağzalı. Oynayıram özümcə. Və problemim artıq mənə çox absurd gəlməyə başlayır. Ona görə çalışın yumoru üstadınız edin. Yumor hər şeydir. Yumorsuz mən yaşaya bilmərəm şəxsən. Və 8-ci texnikamız ölüm meditasiyasıdır. Ölüm meditasiyası qulağa belə biraz mistik səslənsə də, əslində mənə bir çox şeydə həqiqətən kömək olan bir meditasiya tipidir. Öz ölümünüzü təsəvvür eləmək perspektivinizi tamamilə dəyişəcək. Bu sizin mənasız şeyləri dərd elədiyinizi dərk etməyinizə kömək olacaq. Yəni məqsədinizi aydınlaşdıracaqsınız. Bir çox şey əhəmiyyətini itirəcək. Onu daha yaxşı anlayacaqsınız ki, siz həqiqətən nə istəyirsiniz. Hətta belə çox gözəl bir sualım var. Yatmazdan əvvəl 60 saniyə gözünüzü bağlayırsınız və bədəninizin birdən-birə ulduz tozuna çevrildiyini xəyal edirsiniz. Kosmosda itmişsiniz, tozdan ibarətsiz. Və özünüzə soruşun, əgər mən bugün ölsəydim, nəyi etmədiyimə peşman olardım? Nəyin peşmançılığını çəkərdim? Ölümün sizin ən ağıllı məsləhətçinizə çevrilməsinə icazə verin. Demirəm, ölümü manifestləyin, yəni bir çox insan bunu belə başa düşəcək. Mən indidən hiss eləyirəm bunu, amma xeyr. Sadəcə əgər gördünüz ki, bəzi şeylər üstünüzə gəlir, çox dərd eləyirsiniz. Burada yığılır qalır o hiss, ya qarında olur o belə topa kimi hiss edirsiniz ağrını. Onda bu meditasiyanı eləyə bilərsiniz. Hər şey əhəmiyyətini itirəcək. Və bonusumuz. Nüvə səviyyəsində haqq. 24 saat ərzində bütün insanların siz olduğunu xəyal edin. Sanki sizin fərqli bədənlərinizdə hər kəs. Ağlayan uşaq, əsəbinizi pozan müdür, tələsən taksi şoförü. Hamısı sonsuz ruhunuzun yolunun parçalarıdır. Və siz görəcəksiniz ki, bu aqressiyanız
birdən-birə şəfqətə çevriləcək. Çünki artıq hər kəsi özünüzdən görməyə başlayacaqsınız. O sizi əsəbləşdirən müdürdür, iş yoldaşıdır. Hamısı sanki sizin başqa bədəndəki bir versiyanızmış kimi təsəvvür edin və onda görəcəksiniz mənim demək istədiyim şeyi. Ümid edirəm ki, aydın şəkildə bunu da izah edə bildim. Bu arada saçlarımı bilmirəm nə edeyim. Təzə yumuşam və heç cür formaya gəlmir, belə qalır. Bu qədər. Bəyənməyi və abunə olmağı unutmayın. İzlədiyinizə görə təşəkkür edirəm. Bir sonraki videoda görüşmək üzrə. Sağ olun.